Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci test toplusundan trigonometri funksiyalar bölməsindən belə bir sualın izahına baxacağıq. Məsələnin şərtində bizə deyir ki, alfa bucağı birinci rubin bucağıdır, yəni 0-dan pi bölgüyə qədərdir. Şəkildə göstərdiyimiz kimi A tangens alfa, B bərabərdir sinüs alfa ədədlər arasındakı münasibətlərdən hansı doğrudur deyir. Yəni bu variantlardan hansı doğrudur? Biz burada bu şəkilə əsasən demək A bərabərdir tangens alfa, o da bərabərdir demək tərifə görə, yəni trigonometri funksiyaların tərifinə görə, tangensin tərifinə görə y bölünsün x və b bərabərdir sinüs alfa. Demək, sinus alfa, o da bərabərdir y bölünsün r yaza bilərik. Və bu bərabərlikləri biz tərəf-tərəfə bölsək, yəni belə deyək də, nisbətinə baxsaq bunların, onda a bölünsün demək b bərabərdir y bölünsün x bölünsün y bölünsün r və buradan da bərabərdir, sadələşdirsək y-lər burada ixtisar olacaq. R bölünsün x kimi belə bir nisbət alırıq. Biz də bilirik ki, çevrə üzərində verilmiş bax bu şəkildə demək x-in qiyməti, yəni r-in qiymətindən nədir? Kiçikdir. Yəni r x-dən böyük olduğundan, yəni r böyükdür x olduğundan bu nisbətin qiyməti böyükdür 1 olacaq. Yəni bir sözlə biz buradan alırıq ki, a bölü b nisbəti böyükdür 1-dən və buradan da a böyükdür 1, üzr istəyirəm, a böyükdür b alırıq. Yəni cavab burada olacaq A variantı. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.